Vahabilərin təriflədiyi səhabələrdən biri də Abdullah ibn Zubeyrdir. Bir halda ki, tarix onun barəsində Əl-Əqdül Fərid kitabında 4-cü cilddə 413-cü səhifədə gəlir ki, Abdullah ibn Zubeyr öz cümə xutbələrində Peyğəmbərin adını xutbədən çıxarmışdı. O, cəmaatın narahat olmasını görüb dedi ki, mənim Peyğəmbərin adından narahatçılığım yoxdur. Sadəcə onun adını zikirləyəndə onun əhl-i beyti xoşhal olur. Ona görə Peyğəmbərin adında xutbədən çıxarmışıq. Bizim sualımız budur ki, necə ola bilər ki, bir şəxs Peyğəmbərin əhl-i beyti ilə düşmənçilik edir? Bir halda ki, Allah Teala Quranda onların məhəbbətini bizə fərz edir. Və həmçinin Səqələyn hədisini ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bizə tapşırıb, bir şəxs gələ Peyğəmbərin əhl-i beyti ilə düşmənçilik edə, ədalətli, fəzilətli bir şəxs olar. Bismillahirrahmanirrahim. Adam elə iştahla danışır ki, dinləyən adam da bilməsə elə bilər ki, bu rafizi Əhl-i Sünnətin və ya özlərinin tabiri ilə desək, Vəhabilərin ən böyük alimlərindən, ən mötəbər kitablarından nəsə dəlil gətirib. Adını çəkdiyi kitab kimin kitabıdır, müəllifi kimdir, kitab nədən bəhs edir? Adını çəkdiyi kitabın müəllifi Əbu Ömər Əhməd ibn Muhammed ibn Abdurrabbihi, İspaniyalı ərəb müəllifidir. Hicrətin 246-cı ilində doğulub. Miladi təqvimi ilə 860-940-cı illərdə. Haqqında tarixşünaslar xeyli yazıblar. Məsələn, Sovet ərəbşünası Şidfarın qeyd etdiyinə görə ömrünün çox hissəsini, 28 ilini 3-cü Abdurrahman Ən-Nasirin hakimiyyəti illərində yaşayıb. Bu, onun bədii yaradıcılığının ən məhsuldar dövrü idi. Adını çəkdiyi əsərin böyük hissəsi sultanları tərifləməkdən ibarət olduğu üçün, sultanlar tərəfindən rəğbət görən, firavanlıq içərisində yaşayan biri olub. Bir müddət qrammatika və ritorikadan, yəni bəlağat elmindən dərs deyib. Müğənniliklə məşğul olub. Lirik şeirlər qoşurdu. O, bu mahnıları qadınlara həsr edirdi. O, həmçinin mədhiyələr, mərsiyələr yazırdı. Əsərinin böyük bir hissəsi mədhiyələr və mərsiyələrdən ibarətdir. Düzdür, sonralar Əbu Nuvas və başqa şairlər kimi tövbə edərək dini qəsidələr, mərsiyələr yazmağa başladı. İbn Abdurrabbihi, bu şair, bu müğənni, Əndəlüs ədəbiyyatı tarixinə Əl-İqd Əl-Fərid kitabının müəllifi kimi daxil olub. Bu rafizinin adını çəkdiyi kitab. Əl-Fərid sözünün mənası nadir, yeganə, qiymətli, unikal və s. mənalarda işlənən bir sözdür. Yəni, bu əsər nəsr əsəri olsa da, bura müxtəlif janrlı şeirlər, vəsf, qadınlara olan məhəbbət, qadınların vəsfi haqqında şeirlərlə doludur əsər. Yəni, əsər 25 bölümdən ibarətdir. Bəzi bölümlərinin adını deyək ki, onun bu əsər haqqında ümumi təsəvvür yaransın. Məsələn, əsərin 10-cu bölümü qəhrəman ərəblər haqqında hekayələr, 11-ci bölümü bədəvilərin natiqlik istedadları, 12-ci bölüm uğurlu məzəmmət və cavablar, sonra natiqlik sənəti, məktublaşma janrı, sultanlara məktub yazma ədəbləri, xəlifələrin tarixi, Əyyamul Arab, ərəb günləri, ərəb poeziyası haqqında, ərəb poeziyası və dahi şairlər, 18-ci bölümdə məsələn, ərəb poeziyası və dahi şairlər haqqında, 20-ci bölüm musiqi və nəğmə, yəni sələf nəzdində, əhl-i sünnətə görə, onların tabirinə görə desək, vahabilərə görə, musiqi haramdır. Bu şair isə musiqinin gözəllikləri haqqında, onun haram olmaması, müğənniliklə məşğul olmanın haram olmaması barədəsində bu əsərdə uzun-uzadı danışır. İspat etməyə çalışır, fəlsəfi fikirlərlə ispat etməyə çalışır ki, müğənnilik haram deyil, musiqi haram deyil. Bu rafizi də vəhabilərə bu kitabdan dəlil gətirir. 21-ci bölümdə qadınlar, qadınların xüsusiyyətləri, qadınları vəsf edən şeirlər doludur. 24-cü bölüm məsələn yeməklər və içkilər haqqındadır. 23-cü bölüm insanlar və heyvanların təbiəti haqqındadır. 25-ci bölüm müxtəlif lətifələr, anekdotlar yazıb. Ərəb lətifələri ilə, anekdotları ilə doldurub əsərləri. Yəni hələ bundan kifayətlənməyib, kitabda Tövrat və İncildən ayələr, Yunan fəlsəfəçilərindən, İran, Hind sözlərindən, Aristoteldən xeyli nəqillər gətirib. Yəni bir İslam aliminin güya Tövrat və İncildən ayələr gətirməsi, nəyisə dəlilləndirməsi, bu da bir biabırçılıq, güya İslam alimi. Həmçinin kitab xətalar və xurafatlar da doludur. Məsələn, 4-cü cild 272-də deyir ki, Muaviyyə radiyallahu anhu vəfat etdikdə oğlu Yezid yanında idi. Amma eyni cildin 387-ci səhifəsində isə bunu yalanlayır, oğlunun Muaviyyənin yanında olmadığını deyir. Ən gülməlisi,
Əsərin 5-ci cilt 129-131-ci səhifələrində müəllif Abbasi xəlifələri, Razi billah, Müttəqi lillah, Müstəxfi billah haqqında onların xəlifəlik dövrü, xəlifəlikləri dövründən bəhs edir. Halbuki həmin xəlifələr bu müəllifin ölümündən sonra xilafətdə olublar. Yəni ən biabırçısı budur. Məsələn, Müstəxfi billah 943-946-cı illərdə xəlifə olub. Bu müəllif isə 940-cı ildə vəfat edib. Yəni Müstəxfi billah bu müəllifin vəfatından 3 il sonra xəlifəlikdə olub. Halbuki əsərdə onun xəlifəlik həyatından, xəlifəlik dövründən bəhs olunur. Ona görə də tarixçilər qeyd edirlər ki, açıq şəkildə bəyan edirlər ki, bu əsərin içinə sonradan bəzi şairlər kim nə istəsə əlavə edib, kim nə istəsə yazıb. Məsələn, əsərin içərisində yazılır ki, Qatafan qəbiləsində güya 190 yaşlı bir kişinin cavanlaşdığı, saçının, saqqalının yenidən qaraldığı və dişlərinin çıxdığı rəvayət edilir bu əsərdə. İbn Ədrabbihinin indi ey Rafizi, adı İslam aləmində çəkilməyən, İslam alimi kimi heç bir əsərdə, heç bir İslam tarixçilərinin heç birinin adını çəkmədiyi, İslam və əhlüsünnət alimi kimi heç bir yerdə adı sanı olmayan bir şairin, bir məddahın yazdığı boş, mənasız, mərsiyələrlə dolu əsərini, İslama aid, içərisində faydalı şeylər var, amma İslama aid olan şeylərdən danışmıram. Əsərini gətirib Vəhabilərə necə bağlantı qurursan? Vəhabilərlə necə bağlantı qurdun ki, onu sən Vəhabilərə sual olaraq verirsin? Yəni bu şairin, məddahın, bu kitabın Vəhabiliklə zərrə qədər bağlantısını qur, sonra dedi ki, sualın Vəhabilərədir. Əsərin böyük hissəsi Vəhabilərə, yəni sələfilərə görə haram olan mədhiyyələrlə, qadınları vəsf etməklə, musiqilərlə, şeirlərlə, mərsiyələrlə doludur. Və hamı bilir ki, mərsiyələrin də böyük əksəriyyəti cəmaatı ağlatmaq üçün uydurulan boş söz yığınıdır. Abdullah bin Zübeyir radiyallahu anhudan təxminən 150 il sonra yaşayan bir şairin, bir ədəbiyyatçının heç bir mötəbər kitaba isnad etmədən uydurduğu bir sözü dəlil kimi gətirmək qədər özünü gülünc vəziyyətə qoyacaq bir şey yoxdur. Yəni xülasə qardaşlar, poeziyada nəsrin üstünlüyü haqqında ərəb ataları sözləri, aforizmlər və s. mövzularda zəngin bir əsər olsa da, bu əsər İslamda, İslam tarixində dəlil gətirmək üçün heç bir qiyməti olmayan bir əsərdir. Yəni, ay Rafizi, Vəhabilərə sual vermək istəyirsən, gəl sənə Vəhabilərin kitablarını deyim, bəzilərini, ən məşhur 11 cildlik Əd-Durər-ü-Səniyyə fi Əcvabətin Nəcdiyyə, Nəcd imamlarının, Nəcd alimlərinin, dəvəçilərinin fətvaları, 11 cildlik əsər. Muhammed ibn Abdülvahabın Kitab-ı Tevhid, Usul-ü Sələsə, Qavaidul Ərbə, Kəşf-ül Şübuhat, sonra onun nəvələrinin o tevhidə yazdığı şərhləri, Minhəcü Təsis, Fəthül Məcid, Teysirül Azizül Həmid və s. yüzlərlə kitab. Sənə meydan oxuyaraq deyirəm ki, o kitabları oxu və içlərindən Əhl-i Beytə tən olacaq. Ali radiyallahu anhu, Həsən, Hüseyn radiyallahu anhu məcməin, Fatimə anamız radiyallahu anhu haqqında, ondan sonra gələn Cəfər Əs-Sadiq olsun, İmam Rıza olsun, Musa-i Kazım olsun, hansı olur olsun, onlar haqqında zərrə qədər tən olacaq, qüsur olacaq. Onları alçaldan bircə cümlə gətir. Vəhabilərin kitabından onlara Əhl-i Beyti qəbul etmədikləri haqqında, Əhl-i Beyti pislədikləri haqqında bircə dənə cümlə gətir. Demirəm bir məqalə gətir, demirəm bir kitab gətir, bircə cümlə gətir. Gətirə bilməyəcəksin. Əksinə, mən həmən əsərlərdən Əhl-i Beyti mədh edən, onların fəzilətlərini zikr edən, onları tərifləyən sənə yüzlərlə cümlə gətirərəm. Subhanək Allahumma və bihamdik əşhədu an la ilahə illə ənt əstəğfiruka və etûbu ileyk.